Dostlar salam, gedirik bugün ət bazarlığını eləməyə. Əti biz başqa mağazindən aldığımız üçün bir dəfəlik alırıq. Bizdən hardasa 15-20 dəqiqə uzaq məsafədədir. Maşınla gedib gəlirik. Ona görə də bir dəfəlik 2 həftənin, 10 günün bazarlığını eləməyə çalışacağıq. Oradan nələr alacağıq, qiymət nə qədər eləyəcək, yenə də çeki göstərəcəm sonda. Ona görə də gedək bazarlığa. Biz ət almaq üçün halal marketlərinə üz tuturuq. Burada kəsilən ətlərin keyfiyyətinə inanırıq. Həm də gözümüzün qarşısında kəsilir. Digər marketlərlə müqayisədə daha keyfiyyətli ətlər satılır burada. Həm də halallığına əminik. Başlayırıq bazarlığımıza. Acı istiyot, daha sonra belə şoraba alırıq. Daha sonra buradakı qatıqlar digər marketlərlə müqayisədə daha dadlıdır və təbii ki, qiymətlər burada nisbətən daha yüksəkdir. Daha sonra qaymaq, daha sonra çay alırıq və kim ki deyir Amerikada ədviyyat falan yoxdur, Bakıdan gətirdiririk. İnanmayın, bu da sizə ədviyyatlar cürbəcür. Daha sonra darçın alırıq, 1-2 çərəz alırıq. Novruz bayramında süfrəyə qoymaq üçün, nə bilim, fındıqdır, kişmişdir, əncir qurusudur. Daha sonra bəzi çərəzlər falan, bu da kişmiş çərəzlər yenə də və bu da mərcidir. Daha sonra keçirik ətlərə. Toyuq sinəsinin çəkilmiş formasıdır. Daha sonra toyuq budlarıdır. Daha sonra sümükdür, yemək bişirmək üçün və belə çəkilmiş ətlərdir. Daha sonra alacağımız şey burada çalışır Namiq onu öz möhtəşəm ingilis dili ilə başa salmağa. Və bu da maça deyirik, bilmirəm, buğlama bişirmək üçün. Ora yəni heyvanın harasıdır, amma biz ona maça deyirik. Yaxşı buğlama çıxır ondan. Və daha sonra davam edirik bazarlığımıza. Dana ətinin sümüksüz hissələridir. Bu da artıq kassadayıq və təxmini belə bir bazarlıq elədik. Bu bizə hardasa 2 həftə, 10 gün bəs eləyir. Sonda isə bu aldığımız şeylər nə qədər tutdu, məhsullar nə qədər tutdu? $147.89 və üstünə də təks gəldi, vergi $1.48 ki